Burada Mirzə Ələkbər Sabir, Səbuhi, Hacıyev küçələrinin kəsişməsidir. Burada da eyni qaydada məcburi hərəkət istiqaməti nişanı var. Burada və qarşı tərəfdə, hansı ki ehtiyac yoxdur. Yəni buranı iki tərəfli istiqamət eləmək olar. Yolun eni ona imkan verir. Həmçinin yəni burada dönənlərə də mən hələ kiməsə cərimə yazıldığını görməmişəm. Yəni yol polisi, vətəndaşlar hamı başa düşür ki, bu nişan burada heç bir mənası yoxdur da. Onsuz da dönürlər. Burada bu giriş qadağandır. Nişanı ehtiyac yoxdur. Yəni bunlar götürülsün, iki tərəfli hərəkət təşkil olunsun. Həmçinin burada bu stop nişanı ümumiyyətcə düzgün deyil. Niyə? Çünki bu yol hərəkətli yoldur. İndi mən çəkdiyim müddətdə yəqin fikir vermişsiniz. Yəni buradan artıq bu yolla nə qədər maşın hərəkət edir. Amma bu Səbuhi Hacıyevdən bir dənə maşın yoxdur. Yəni ona görə bura stop qoyulmağı düzgün deyil. Hətta bura baş yol verilməlidir. Yəni burada mənasız yerə gəlib maşınlar dayanır, sonra təzə hərəkət edir. Halbuki bu tərəfdən Səbuhi Hacıyevdən gələn yoxdur. Yəni burada üstünlük bu yola verilməlidir. Mirzə Ələkbər